Elza xanım, Seyid Cahan. İzləyicilər. Gör. O şeirləri ona yazdıran kimdir? İzləyici. Əvvəl gül kimi qışı-qışı mahnılar bəstələyirdik. Baxırdıq, feyziyab olurduq. Qulaq asırdıq. Təşəkkür. Birdən-birə Elzaya nə oldu? Qatdı bizi qabağını. Siz fərqindəsiz, Elza bizdə ağız yüz qoymuyor. Vallahi. Hardansa bir çiş maşını tapıp nədir qoyub tikə-tikə gedir. Ha, nə olub? Ne olub? Ay Elza xanım başına bir saniye nəmişik? Promoyda ağızdan başlayıb. Biraz səbirlə də, biraz bunu... Mənim az çox biraz təsəllim var. Çünki deyirsən ki, yox, mən tanıyır məni, mənə deməz. Biraz təsəllim var orada. Ama baxsan, faktik olarak tappatarap. Vallahi ne olub? Deyir, nə bilim, buradan sapladım deyir, buradan tikdim deyir, buradan tüpürdüm deyir, qalırsan belə. Susursan, deyir, halaldır, bax, məni anladı. Başa düşmürsən, deyir ki, sən məni başa düşmürsən, başa düşməsin, baş lazımdır. Başına baxırsan ki, söhbət kimin başından gedir, qardaş. Bu başdırsa, mən niyə bunu başa düşmürəm? Baxın, onun başına, Elza xanımın başına o gül səbətlərini kim qaldırdı, qoydu? Onu da izləyicilədi. Bir dənə gülle başlamışdı Elza xanım, bir dənə gülle. Qızışdılar, huy, nə gözəldir. Rast, balaca bir dənə buket elədi. O, əla, biraz da qaz verdilər, keçdi, böyük buket, dalıca səbət. Biraz da böyüklər, burada fəqərə saxlamır, axı, yaşlı o yaşlı. Qoyar,